30-cu situasiyaya baxırıq. Sualda deyilir ki, valin amin turşusuna qədər transliyasiya olunan amin turşuların radikallarının kütləsi 270 olarsa, bu amin turşuların kütlələrinin cəmi nə qədər olar? Deməli, situasiyada deyilir ki, hemoqlobin zolağının geniyi yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə dayanan STT tripletinin ikinci nükleotidi mRNA-yə bu kimi köçürülsə, glutamin amin turşusu deyil, valin amin turşusunu kodlaşdırır. Bu isə eritrositlərin oraq şəkilli forma almasına və oraq şəkilli anemiya xəstəliyinin yaranmasına səbəb olar. 30-cu sualda deyilir ki, valin amin turşusuna qədər, yəni valin amin turşusu 6-cı amin turşu olacaq. Deməli, 6-cı amin turşuya qədər 5 amin turşu var. Və 6-cı valinə qədər 5 amin turşunun radikallarının kütləsi 270-dir. Və deyir ki, bu amin turşularının kütlələrinin cəmini hesablayın. Demək ki, biz bilirik ki, zolaq zəncirində amin turşular zolaq zəncirinə qoşulan zaman birinci amin turşudan OH çıxır, onun funksional hissəsindən çıxır. Funksional hissəsinin kütləsi 74-dür. OH-ın kütləsi 17-dir, kütləsi qalır. Birinci amin turşunun demək, funksional hissəsinin kütləsi qalır 57. Ortadakı amin turşulardan isə su çıxırdı. Yəni 74-dən 18-i çıxırıq, qalır 56. Deməli, birinci amin turşunun kütləsi, funksional hissəsinin kütləsi 57-dir. Ortada olan amin turşular neçə ədəd oldu? Deməli 4 ədəd. 56-nı vuracam 4-ə, bu eləcə 224. Bunun üzərinə 57. Birinci amin turşunun funksional hissəsinin kütləsini gəlirəm. Bunun kütləsi edir 281. 281-in də üzərinə gəlirik 270, yəni radikalın kütləsini alırıq 551.